uşağın yəni hüququdur, şəxsi hüququdur ki, valideynləri ilə böyüsün. 18 yaşından sonra da olsa onun valideynə ehtiyacı vardır. Hər bir valideyn o keçmişdə demişkən papağını qabağına qoyub, qarşısına qoyub fikirləşməlidir. Çalışmaq lazımdır ki, ayrılmamaq, uşaqlara rəhm eləmək lazımdır. Boşandıqdan sonra uşağı qarşı tərəfə göstərməmək, qəsdən ölkədən çıxışına icazə verməmək və yaxud uşaqdan qisas aləti kimi istifadə etmək. Bu hallarda hüquq imkan verir ki, tərəflərdən biri və ya uşaq valideynindən mənəvi zərərlə bağlı təzminat tələb etsin. Əgər əvvəllər valideynlər öz hüquqlarından sui-istifadə edirsə, uşaqlara qarşı kobud rəftar edirlərsə, təhqir edirlərsə, mənəviyyatını alçaldırdılarsa və yaxud da ki, onların fiziki, psixi sağlamlığına xələl yetirirdilərsə, heç bir belə deyək də daha çox məsuliyyətdən kənar qala bilirdilər. Artıq bu hallar baş verərsə, bu mənəvi zərər üçün əsasdır və bununla bağlı mənəvi tələb məhkəmələrdə iddia qaldırmaq olar və kompensasiya tələb etmək olar. Yeni açıqlamaya görə ünsiyyət hüququnun məhdudlaşdırılması kompensasiya tələbi yaradır. Şəxsiyyət hüquqlarının pozulması məhkəmə iddiası ilə nəticələnə bilər. Alimentin ödənilməməsi hər halda mənəvi zərər sayılmır. Qanunsuz məhdudiyyətlər kompensasiya tələbini gündəmə gətirir. Nənə babanın da eyni nəvələri ilə ünsiyyət hüququ var və adətən uşaqlar ananın yanında qaldığından bu səbkidən deyək ki, əgər keçmiş gəlin nəvənin, nənə babanın ünsiyyətinə maneçilik törədirsə, bu zaman nənə babanın ünsiyyət hüququ var, onunla bağlı nənə baba ilk növbədə müvafiq icra hakimiyyətinə müraciət etməlidir. Həmin icra hakimiyyətinin qərarından sonra onlar gedib nəvələrindən görüşə bilərlər. Əgər bu zamanda icra hakimiyyətinin qərarından sonra da maneələr törədilərsə, artıq nənə baba mediasiyada razılıq əldə olunmazsa, bu tələblə məhkəməyə müraciət edə bilərlər. Qaldı ki, uşağın məhkəmədə hüquqlarını necə qorumasına. Əgər hələ yetkin yaşında deyilsə, bu zaman onun adından məhkəməyə valideynlərindən biri və ya dövlət orqanı müraciət edə bilər. Əgər valideynlər və ya aidiyyəti qurum vaxtında iddia qaldırmayıbsa, uşaq böyüyüb tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra bu barədə müstəqil iddia qaldırmaq imkanına malikdir. Toğrul Quluzadə, Arif Həsənov, İTV Xəbər.